Çanaqqala zəfərinin 110-cu il dönümü münasibətilə tədbir keçirilib. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asif Qaya, Naxçıvan Əlahiddi Ümumqoşun Ordu Komandanı General-Mayor Kənan Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Cabbar Musayev, ictimaiyyət nümayəndələri və Naxçıvanda təhsil alan Türkiyəli tələbələr iştirak ediblər. Tədbirin əvvəlində Çanaqqala şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himləri səsləndirilib. Sonra şəhidlərin ruhuna Quran-ı Kərimdən ayələr oxunub, dualar edilib. Anım tədbirində Türkiyənin Naxçıvandakı Baş konsulu Asif Qaya bildirib ki, Türk milləti 110 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarının işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Çanaqqala döyüşü həm də gələcək Qurtuluş Savaşının şərəfli başlanğıcı olub. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, Türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən bu döyüş Atatürk kimi bir dahini yetişdirib, gələcək Qurtuluş Savaşında onun liderliyinə əsas zəmin yaradıb. Tədbirdə Naxçıvan Dövlət Universitetində təhsil alan Türk tələbəsi tərəfindən böyük zəfərə həsr olunan şeir seslendirilib. Göz dikmişlerdi dünya milletleri yurduma. Ölüm saçıyordu düşman vatan toprağında. Yetim kaldı yavrular ana kucağında. Çanakkale savunuldu büyük bir imanla. Sonra Türk şəhidlərinin xatirəsini ucaltılan abidə önünə əklil və gül dəstələri qoyulub. Həmçinin torpaqlarımızın azadlığı naminə canını qurban verən qəhrəman oğullarımızın məzarları və ana heykəli qarşısına tərgüllər düzülüb. Çanakkale zaferi Türk tarihinin en önemli zaferlerinden biridir. Sadece Türk tarihini değil, dünya tarihini de değiştirmiştir. Bu zaferi sadece Türk askerleri değil, Azerbaycan'dan gelen, Türk dünyasının çeşitli bölgelerinden gelen kardeşlerimizle birlikte kazandık. Buradan onlara da şükranlarımızı yad ediyorum. Ruhları şad olsun. Türkiye ve Azerbaycan toprakları için her zaman canlarını feda etmeye hazır evlatlarımız vardır. Onlar sayesinde bugün huzur, güvenlik içinde yaşıyoruz. İnşallah bundan sonra savaş görmeyiz ama Türkiye-Azerbaycan çok şükür birlikte her gün güçleniyorlar. Daha da etkili hale geliyorlar liderlerimiz sayesinde. Xosrov İbrahimov, ATV Səyyad Rəşad Əkbərov, NTV Xəbər.